Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Müəllimlərin işə qəbul imtahanına hazırlaşan, sertifikasiyanın imtahan mərhələsinə hazırlaşan müəllimlər üçün ən, belə deyək, ideal vəsaitlərdən biri Mahir Sərkəlli və Fuad Quliyevin müəllifi olduğu coğrafiya sınaqlar toplusu sınaq 1-in suallarının izahlarına baxaq. Birinci sualda qeyd olunur. Səyyah meridian üzərində cənub qütb dairəsindən şimala doğru hərəkət edərək 2941,5 km yol getmişdir. Gəlin həmin o məntəqəni göstərək. Deməli, 66,5 dərəcə cənub enliyindən, yəni cənub qütb dairəsindən şimala doğru hərəkət edib. Neçə kilometr? 2941,5 km. Və eyni meridian üzərində, bir meridian üzərində. Bilirik ki, meridian üzərində 1 dərəcəlik qövsün uzunluğu 111 km götürülür. 2941,5 kilometrə neçə dərəcə olduğunu tapmaq üçün 111-ə bölərik, eləyər 26,5 dərəcə. Deməli, səyyah 66,5 cənub enliyindən 26,5 dərəcə şimala doğru hərəkət etmişdir. Gəlib çatmışdır hansı məntəqəyə? 40 dərəcə cənub enliyinin üzərinə. İndi bu 40 dərəcə cənub enliyi üzərində 2 dənə məntəqə var sualın şərtinə görə, A və B məntəqəsi. Bunlar arasında 2,5 saat yerli vaxt fərqi mövcuddur. Bu yerli vaxt fərqini biz çevirməliyik dərəcəyə. 2,5 saatımız neçə dəqiqədir? 150 dəqiqə. 150 dəqiqəmiz bəs neçə dərəcədir? 4-ə bölərik, eləyər 37,5 dərəcə. 37,5 dərəcə. Deməli, 40 dərəcə enliyin üzərində 2 dənə məntəqə var, A və B məntəqəsi və hər iki məntəqə arasında 37,5 dərəcə fərq var. İndi bunu kilometrə çevirmək tələb olunur bizdən. Kilometrə çevirmək üçün 40 dərəcə paralelin üzərində 1 dərəcəlik qövsün uzunluğuna 37,5 dərəcəni vurmaq lazımdır. Təbii ki, bilirik ki, 40 dərəcə enliyin üzərində 1 dərəcəlik qövsün uzunluğu 85,4 km götürülür. Onda 85,4-ü biz 37,5-ə vuranda alırıq 3202,5 km. Tapdıq. Bir də bizdən bunu miqyasa əsasən hesablamaq tələb olunur. İndi miqyasa əsasən hesablama aparaq. Qeyd olunur ki, miqyası 1/16 milyon olan xəritədə məsafənin 20,5 sm olduğunu bilərək. Deməli, xəritə üzrə məsafə məlumdur, miqyas məlumdur, həqiqi məsafəni tapmaq lazımdır. Həqiqi məsafəni tapmaq üçün yazırıq xəritə üzrə məsafə, yəni 20,5 vurulsun miqyasın kəmiyyəti. Miqyasın kəmiyyətini tapanda 5 dənə 0 silərik, qalar 160. Deməli, 20,5-i 160-a vuranda eləyər 3280 km. İndi bir miqyasa əsasən hesablama apardıq, bir dənə də paralel və meridianlar əsasən hesablama apardıq. Tərifi bizdən soruşur. Tərifi tapmaq üçün 3280-dən 3202,5-i çıxarıq. Cavabımız eləyər 77,5 km. A variantı. İkinci sual. Sxemə əsasən dağın nisbi hündürlüyü ilə böyük Kirsə zirvəsinin mütləq hündürlüyü arasındakı fərqi hesablayın. Gəlin baxaq. Biz dağın nisbi hündürlüyünü tapmaq üçün dağın ən hündür hissəsindən ən alçaq hissəsinin bir-birindən çıxacaq. Aldığımız cavab dağın nisbi hündürlüyü olacaq. Bəs böyük Kirs zirvəsinin mütləq hündürlüyü nə qədərdir? 2725 metr. Bunu bir kənara yazaq qalsın. İndi isə dağın görək hansı hissəsinin, hansı məntəqəsinin hündürlüyü bizə verilib. Horizontala baxarkən görürük ki, dağın maksimum hündürlüyü, yəni zirvəsi bizə verilmişdir, 2737 metrdir. Amma dağın ətəyi neçə metr olduğu bizə verilməyib. Amma onu tapmaq üçün burada köməkçi məlumatlar var. Deməli, bir bu, bir də ki bu. İkinci və dördüncü horizontalların temperaturları bizə verilmişdir. Temperaturları hündürlüyə çevirə bilsək, avtomatik olaraq biz buradan kəsmə yüksəkliyi tapmış olarıq və kəsmə yüksəkliyi tapandan sonra dağın ətəyinin hündürlüyünü tapmaq rahat olacaq. Gəlin baxaq. İkinci horizontalda temperatur 13,4-dür. Dördüncü horizontalda temperatur 8 dərəcədir. Bunlar bir-birindən çıxaq. 13,4 çıxılsın 8. Bərabərdir 5,4 dərəcə. Deməli, ikinci və dördüncü horizontal arasında temperatur fərqi 5,4 dərəcəyə bərabərdir. Gəlin görək, bu 5,4 dərəcə neçə metr hündürlüyə uyğun gəlir? Əgər 100 metr hündürlüyə temperatur 0,6 dərəcə uyğun gəlirsə, x metr hündürlüyə 5,4 dərəcə uyğun gəlmiş olar. Buradan da x bərabərdir. Eləyər neçə? 900 metr. 900 metr. Tapdıq ki, ikinci və dördüncü horizontal arasında
900 metr hündürlük fərqi var. Gəlin görək bunlar arasında neçə boşluq var? 1, 2. 2 dənə də boşluq var. Onda 900-ü bölərək 2-yə eləyər 450. Bizim tapdığımız bu 450 metr nədir? Bu horizontalın kəsmə yüksəkliyidir. Kəsmə yüksəkliyi oldu 450 metr. Yaxşı. İndi gəlin ətəyin hündürlüyünü tapaq. Dağın zirvəsi 2737 metrdir və hər bir horizontal kəsmə yüksəkliyə tam bölünməlidir. Yəni 450-yə. Onda daxili horizontalın hündürlüyünü tapanda belə bir qaydadan istifadə edəcəyik. 2737 metrdən kiçik və ona yaxın olan 450-yə tam bölünən ilk ədəd. Bu da 2700 metrdir. Onda daxili horizontal 2700 olar. Bu 2250 metr olar. Bu olar 1800. Bu deməli 1350. Bu da 900. Deməli dağın ətəkdə 900 metrdən keçir. Onda dağın ən hündür hissəsini bilirdik. 2737 metr. Çıxarıq dağın ən alçaq hissəsini, yəni ətəyini 900 metr. O da bərabərdir 1837 metr. Bu dağın nisbi hündürlüyü, bu da Böyük Kir zirvəsinin mütləq hündürlüyü. Bir-birindən çıxanda cavab eləyir Y variantı. 888 metr. Bu qədər. Keçək növbəti suala, 3-cü sual. Burada bizdən nə tələb olunur? 70 dərəcə şimal enliyində qütb gündüzlərinin başladığı tarixdə günəş şüalarının günorta vaxtı 18,5 dərəcə bucaq altında göründüyü paralelə aid olan xüsusiyyətləri müəyyən edin. Deməli, 70 dərəcə şimal enliyində qütb gündüzləri başlayırsa, deməli, günəş harada zenitdədir? 20 dərəcə şimal enliyində. Niyə belədir? Deməli, günəşin zenitdə olduğu coğrafi enliklə qütb gündüzlərinin başladığı coğrafi enliyin dərəcə qiymətlərinin cəmi 90 dərəcə eləməlidir. İndi bizə verilmiş məlumatlar əsasında həmin paraleli tapaq. Yazırıq, günəşin düşmə bucağı bərabərdir. Yəni, 18,5 dərəcə bərabərdir. 90 dərəcə çıxılsın, həmin o coğrafi enlik, onu ki bilmirik, eynən işarə edək, çıxılsın 20 dərəcə. Yəni, günəşin zenitdə olduğu enlik. Buradan da enlikimiz bərabərdir. Neçə eləyər? 51,5 dərəcə eləyər. 51,5 dərəcə. Cənub enliyi. İndi baxaq birinci fikrə. Bizə lazımdır ki, 51,5 dərəcə cənub enliyi xətti dairəsinə, yəni paralelinə aid olan məlumatları seçək. Birə baxıram, birdə qeyd olunur ki, bu paralelin orta fırlanma sürəti şimal mülayim işıqlanma qurşağının cənub sərhədindən keçən paralelin orta fırlanma sürətindən daha aşağıdır. Bilirik ki, paralellərdə qütblərdən ekvatora doğru yaxınlaşdıqca onların orta fırlanma sürəti artır. Deməli, hansı paralel ekvatora yaxındırsa, onun orta fırlanma sürəti daha çoxdur. Onda, baxaq, məntəqəmizin biri 51,5 dərəcə cənub enliyidir. Digəri isə şimal mülayim işıqlanma qurşağının cənub sərhədi, yəni 23,5 dərəcə şimal enliyidir. Biz bilirik ki, 23,5 şimal enliyi ekvatora daha yaxındır. Deməli, onun orta fırlanma sürəti daha çoxdur. Birinci fikirdə problem yoxdur. Birinci fikir doğrudur. 2-yə baxıram. Bu paralel xətti üzərində il ərzində günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqları fərqi 43 dərəcədir. Ümumiyyətlə, 51,5 dərəcə cənub enliyi xətti dairəsi, yəni paraleli, düşür mülayim işıqlanma qurşağına. Mülayim işıqlanma qurşağının daxilində yerləşən paralellərin üzərində günəşin maksimum və minimum düşmə bucağı arasındakı fərq 47 dərəcəyə bərabər olur. Burada isə yazıb 43 dərəcə. Bu da səhv fikirdir. Ona görə sualımızın cavabında ola bilməz. Üçüncü məntəqəyə baxaq. Daha doğrusu, üçüncü varianta baxaq. Kəsişdiyi bütün okeanların donan dənizləri mövcuddur. 51,5 dərəcə cənub enliyini kəsdiyi okeanlar Sakit, Atlantik və Hind okeanlardır və hər üç okeanın da donan dənizləri həqiqətən də mövcuddur. Ona görə bu fikir də doğru fikirdir. İndi ya 4-cü ya da ki 6-cı variantı götürmək məcburiyyətində qalmışıq. Baxaq 4-cü fikrə. İl boyu bu paralel üzərindəki məntəqələrdə kölgə günorta vaxtı cənub istiqamətinə düşür. Deməli, bunlar paralellər, bu şimal tropiki, bu da cənub tropiki. Bizim enlik dairəmizdə 51,5 cənub enliyidir. 51,5 cənub enliyi. Bilirik ki, günəş il ərzində tropik xəttlərin üzərində və onların daxilində zenitdə olur. Yəni, günəş bax, bu ərazilərdə zenitdə ola bilər. Buradan nə yuxarı, nə də aşağı
ərazilərdə zenitdə olmur. Və günəş buradan həmin məntəqəyə düşərkən həmişə deməli necə olur? Kölgə cənuba düşmüş olur. Çünki günəş üzü şimaldadırsa bu məntəqədən, kölgə də bu məntəqədən cənuba düşür. Yəni bu fikir də doğru fikirdir. Günəş yəni həmişə 51.5 cənub enliyindən şimal istiqamətdə qalır. Ondan aşağıya getmir. Günəş özü şimalda qalırsa, kölgəsi də avtomatik olaraq cənubda görsənməlidir. 4 də doğru fikirdir. Elə sualımızın cavabı olacaq 4. Keçək növbəti sual, 4-cü suala. 4-cü sualda qeyd olunur, 13-cü saat qurşağının qərb sərhədi ilə 8-ci saat qurşağının şərq sərhədi arasındakı yerli vaxt fərqini müəyyən edin. Gəlin baxaq birinci 13-cü saat qurşağının qərb sərhədinə. 13-cü saat qurşağının orta meridianı neçədir? 165 dərəcə qərb uzunluğu. Bu 165 dərəcə qərb uzunluğunun şərq sərhədi düşür 157.5 qərb uzunluğuna, qərb sərhədi düşür 172.5 qərb uzunluğuna. Deməli bizə lazımdır onun qərb sərhədi 172.5 dərəcə qərb uzunluğu. Digər məntəqəmiz hansı məntəqədir? 8-ci saat qurşağının şərq sərhədi. 8-ci saat qurşağının orta meridianı keçir 120 dərəcə şərq uzunluğundan və onun şərq sərhədi düşür 127.5 dərəcə şərq uzunluğuna. 127.5 dərəcə şərq uzunluğu. İndi bu iki məntəqə arasında yerli vaxt fərqi bizdən soruşulur. Bunların da ortasında 180 dərəcəlik meridian yerləşir. İndi baxaq, buradan bura kimi neçə dərəcə fərq var? 7.5 dərəcə. Bəs buradan bura kimi nə qədər fərq var? 52.5 dərəcə. Onda buradan bura kimi olur neçə dərəcə fərq? 60 dərəcə. Yəni bunların cəmi. 60 dərəcəmiz neçə dəqiqədir? 240 dəqiqə. Cavabımız olur D variantı. Bu qədər rahat, bu qədər sadə bir sual. Növbəti sualımız 5-ci sualdır. Ərazisinin əksər hissəsinin Baykal qırışıqlıq vilayətində yaranan platformanı müəyyən edin. Burada cavabımız C variantı olacaq. Ərəbistan. Bunun üçün platformaların xəritəsinə baxmaq kifayət edir. Həqiqətən də həmin xəritəyə baxarkən Ərəbistanın ərazisinin Baykal qırışıqlıq vilayətində yarandığını görmək olar. 6-cı suala baxırıq. Eyler-Venn diaqramına əsasən uyğunlaşdırın. Karpat dağları, Sixoti-Alin dağları və Zaqros dağları burada verilmişdir. Deməli, birinci baxaq A variantına. Qeyd olunur ki, mülayim işıqlanma qurşağında yerləşir. Həm Karpat dağları, həm Sixoti-Alin dağları, həm də ki, Zaqros dağları mülayim işıqlanma qurşağında yerləşir. Bu fikir əslində üçünə də aid olan bir fikirdir. Sadəcə olaraq üçünə aid olan bir burada rəqəm qeyd olunmayıb. Ona görə A variantını burada heç bir varianta götürməli deyilik. Qaldı cavabımız ilə bir dənə A variantı. Yəni A variantı deyəndə sualın A variantı. Yuxarıda qeyd olunmuş A variantından söhbət gedir bundan. Bu da ki, heç bir varianta uyğun gəlməməlidir. Ona görə hansı variantda onu verilbərsə o variantları çıxdım. Qaldı bir dənə A variantımız burada. 1-də D, 2-də B, 3-də C. Baxaq görə uyğun gəlirmi? 1-ə D qeyd edilib. Yəni Karpat dağlarına mülayim kontinental iqlim vilayətində yerləşir fikri. Doğru fikirdir. Çünki həqiqətən də Avropanın mərkəz hissəsinə uyğun gəlir. Həmin ərazilər mülayim kontinental iqlim tipində yerləşir, iqlim vilayətində yerləşir. İkinciyə qeyd olunub B variantı, yəni Sixoti-Alində Kimmer qırışıqlığında yaranmışdır. Tamamilə doğru fikirdir. 3-ə Zaqrosa da C variantı qeyd olunub ki, mütləq hündürlüyü 3000 metrdən çoxdur. Bu da doğru fikirdir. Cavabımız oldu A variantı. Keçək növbəti suala, 7-ci sual. Doğru olmayan fikirləri müəyyən edin. Atlas, And və Kordilyer dağları 3 yarımkürədə yerləşir. Atlas və And dağları 3 yarımkürədə yerləşsə də, Kordilyer dağları 2 yarımkürədə yerləşmiş olacaqlar. Ona görə də burada bu fikir səhv fikirdir. Bizdən də doğru olmayanları soruşur. Deməli, biri cavabı götürməliyik. Baxaq digər cavablara 2-yə baxaq. Tibet dağlıq yaylası mütləq hündürlüyünə görə Qafqaz dağlarına daha böyükdür. Bəli, həqiqətən də Tibet dağlıq yaylası Qafqaz dağlarına daha hündürdür. 2 doğru fikirdir, amma bizdən doğru olmayanları soruşur. İndi isə burada baxırıq variantlara 1-3 hər ikisinə də uyğun gəlir. 5-6-da uyğunsuzluq var. Görək hansı fikri götürmək məcburiyyətində qalırıq. 5-də deyir, Kap, Ural və böyük su ayırıcı dağları geosignalın inkişafının 4-cü mərhələsindədir. Yəni, qədim dağlardan söhbət gedir. Bəli, həqiqətən də bu dağların üçü də həm qədim dağlardır, yəni geosignalın 4-cü mərhələsində yaranan dağlardır.
5 doğru fikirdir, amma bizə doğru olmayanlar tələb olunurdu. Altda deyir ki, qədim olmasına baxmayaraq, Tianşan dağlarının hündürlüyü Pamir və Kunlun dağlarından daha çoxdur. Xeyr, Pamir dağları Tianşan dağlarından daha hündürdür. 6 səhv fikirdir. Bizdən də səhvləri soruşuldu deyə cavabımız olur C variantı. 8. Respublikamızda ən cavan süxurların yayıldığı ərazilərdə yerləşən şəhərləri müəyyən edin. Ən cavan süxurlar Kaynazoyun 4-cü dövr süxurlarından söhbət gedir. A variantında Yardımlı, Sabirabad, Samux. Yardımını çıxarıq. Qobustan, Lerik, Uzar. Leriki çıxarıq. Kürdəmir, Xaçmaz, Gədəbəy. Gədəbəy olmaz. Şahbuz, Cəbrayıl, İmişli. Şahbuz olmaz. Tərtər, Ağdam, Ağstafa. Bunların hər üçü də uyğun gəlir. Növbəti sual 9-cu sualdır. Cədvəl əsasən doğru sıraları müəyyən edin. Deməli, faydalı qazıntıların adları, onlara uyğun gələn yataqların adları və onların yerləşdiyi inzibati rayonları biz seçməliyik. Faydalı qazıntı birinci qeyd olunub xromit. Xromit ölkəmizdə 2 dənə rayonda var. Kəlbəcər və Lasında. Kəlbəcər, Göydərə, Lasında İpək. Bir də problem yoxdur. 2-yə baxıram. Kvars kumu. Ölkəmizdə Abşeronda kvars kumuna rast gəlinir. Hacıvəlli və Hökməli yataqları, amma burada Qobustan qeyd olunub. Deməli 2 olmaz. İndi isə baxaq variantlarımıza 1, 4, 5 və 1, 5, 6. Deməli 1 ilə 5 burada 100% götürüləcək. Ya 5, deməli ya 6 ya da 4. Bunlardan biri səhvdir. Birinci 4-ə baxıram. Polimetal, Mazımçay, Zaqatala. Polimetal, Mazımçay yatağı Balakəndə yerləşir. Mazımçay, Zaqatalada yerləşmir. Bu fikir səhv fikirdir. 6-da qeyd olunur ki, Kükürt, Kalçedanı, Çıraqdərə. Ölkəmizdə Kükürt, Kalçedanına həm Çıraqdərə, həm də Toğanalı yataqları Göygöldə rast gəlinir. Doğru fikirdir. Cavabımız olur C variantı. 10-cu sual. Doğru olan fikirləri müəyyən edin. 1. Peru və Bengel cərəyanları cənub mülayim istilik qurşağının sahəsinin genişlənməsinə səbəb olmuşdur. Biz istilik qurşaqları xəritəsinə nəzər yetirsək görəcək ki, həmin o xəritədə bu cərəyanların keçdiyi ərazilərdə bir şimala meyillilik var, meyillənmə var. Yəni, həqiqətən də mülayim istilik qurşağının sahəsinin genişlənməsinə səbəb olur bu iki cərəyan. Baxaq digər variant 2-yə. Yanvar və iyul izotermləri arasındakı ən böyük temperatur fərqi Avrasiya materikindədir. Bəli, ən böyük amplitude da oradadır. 2 də doğru fikirdir. İndi ya 5 ya da 6-nı götürməliyik. 3-də qeyd olunur ki, siklonun daxil olduğu ərazilərdə havanın qalxan hərəkəti nəticəsində quru hava şəraiti yaranır. Xeyr, qalxan hava yağıntı gətirir deyə orada rütubətli hava şəraiti yaranır. Səhv fikirdir. Ümumi radiasiyanın ən böyük qiymət aldığı ərazilər ekvatorial iqlim qurşağında yerləşir. Xeyr, tropikdə olmalıdır. Bu da səhv fikirdir. Buludları təşkil edən əsas su kütləsi maya haldadır. Bax, bu doğru fikirdir. Həqiqətən də buludları təşkil edən əsas su kütləsi maya haldadır. 6. Havanın su buxarı ilə doyma həddi artdıqca yağıntı düşmə ehtimalı artır. Havanın su buxarı ilə doyma həddi artdıqca temperatur da artmış olur. Temperaturun artması da yağıntı düşmə ehtimalını azaldır, artırmır. Bu fikir səhv fikirdir. Cavabımız olur, deməli, 1, 2 və 5. 11-ci sual. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Kürün sol qolları və kürün sağ qolları burada qeyd olunmuşdur. Birincidə deyir ki, mənsəbləri okean səviyyəsindən həm yuxarıda, həm aşağıda yerləşə bilər. Bəli, birbaşa kürə tökülən çaylarda demək olar ki, mənsəbləri okean səviyyəsindən aşağıdadır. Amma kürün ikinci dərəcəli qollarından söhbət gedirsə, onlarda mənsəblərin yuxarıda yerləşməsi ehtimalları var və bu fikir həm kürün sol qollarına aiddir, həm də sağ qollarına aiddir təbii ki. Misal, kürün sağ qollarından biz götürsək, Arpa çayı tökülür Araz çayına, Araz çayı da gəlib kürə tökülür və onun mənsəbi okean səviyyəsindən yuxarıdadır. Amma Araz çayının özünün mənsəbi okean səviyyəsindən aşağıdadır. Və kürün sol qollarında da bu hadisəni biz görürük. Şirvan çayları töküldüyü ərazilərdə deməli okean səviyyəsindən aşağıda, amma Qanlıq Qabırı çayları və bu kimi digər çaylar deməli mənsəbi okean səviyyəsindən yuxarıda hesab olunur. Bu fikir deməli getdi ortaq. Biri verdi 3-ə. Keçdiyi ərazilərdə yağıntıları bərabər paylanan mülayim isti iqlim yarım tipinə rast gəlinə bilər. Bu iqlim tipi, yəni yağıntıları bərabər paylanan mülayim isti iqlim tipinə Böyük Qafqazda rast gəlinir, Kiçik Qafqazda rast gəlinmir. Ona görə də Naxçıvanda belə rast gəlinmir. Ona görə də biz bunu, yəni ikinci fikri ancaq kürün sol qollarına aid edə bilirik. Üçüncüyə baxıram.
Mənbəyi 4-cü dövr süxurlarının yayıldığı ərazilərdə yerləşən çay aiddir. 4-cü dövr süxurlarından söhbət gedirsə, Qarabağ vulkanik ailəsindən söhbət gedir. Oradan başlayan çaylara götürəcəyik. Yəni bu da Kürün sağ qollarına aid olacaq. 3-ü verdik 2-yə. Aralarında transsərhəd çaylar mövcuddur. Təbii ki, bu fikir də hər iki ərazi üçün səciyyəvidir. Misal Qanıq Qabırı çayları da Gürcüstanla, Araz çayı da İranla sərhəddədir. Bunları biz götürə bilərik. 4 də ortaq fikirdir. 5-də nə yazılıb? Hövzəsinin suları ilə Aşıq Bayramlı və Cavanşir su anbarları qidalanır. Bu su anbarları da İsmailli tərəflərdədir. Yəni Böyük Qafqaz tərəfdə. O da Kürün sol qollarını təşkil edir. 5-də veririk 1-ə. Cavab oldu 1-də 2, 5, 2-də 3, 3-də 1, 4. O da uyğun gəlir D variantına. Növbəti sualımız iqlim qrafiklərinə aid olan belə bir sualdır. 12-ci sual. Gəlin sualın şərtinə baxaq. İqlim diaqramının aid olduğu iqlim tipi üçün düzgün fikirləri müəyyən edin. Bu iqlim diaqramına bir dənə yaxından nəzər yetirək. Havanın temperaturu müsbət 5 ilə müsbət 25 arasında dəyişir. Deməli, mənfiyə düşmür və 5 və 25 arasında dəyişir. Yağıntıların miqdarı şimal yarımkürəsinin qış aylarında daha çox düşür. Yayda isə hava quraq keçir. Buradan da belə bir qənaətə gəlmək olar ki, bu iqlim qrafiki subtropik iqlim qurşağının Aralıq dənizi tipi üçün səciyyəvidir. İndi həmin ərazi üçün biz uyğun məlumatları seçək. Birdə qeyd olunur ki, keçid iqlim qurşağında yerləşir. Bəli, subtropik iqlim qurşağı keçid iqlim qurşağıdır. Bir doğru fikirdir. 2. Pireney, Appenin və Yuxatan yarımadalarında yayılmışdır. Xeyr. Burada belə bir səhv deməli məlumat nədir? Pireney Appenində yayıla bilər, amma Yuxatan yarımadasında tropik dəniz iqlim qurşağı hakim, iqlim tipi hakimdir. Bu fikir səhvdir. İndi A və D variantına bir dənə nəzər yetirək. 1, 5, 6, 1, 3, 6. Burada deməli 3 ilə 5-də fərqli bir məqam qeyd olunur. 3-də deyir ki, yayıldığı bütün ölkələr iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələr qrupuna daxildir. Bütün ölkələr yox. Misal, Afrikanın şimalında da ölkələrdə bu iqlim yarım tipinə rast gəlinir. Amma onlar inkişaf etmiş ölkələr qrupuna aid deyil. Ona görə 3 səhvdir. 5-də nə qeyd olunur bəs? Mülayim işıqlanma qurşağında yerləşən ərazilər üçün səciyyəvidir. Bəli, həqiqətən də deməli bu iqlim qrafiki iqlim qurşağı kimi subtropikə, işıqlanma qurşağı kimi isə bu ərazilər mülayim işıqlanma qurşağına aiddir. Deməli, götürdüyü cavab burada A variantı. 4-də qeyd edilir ki, yayıldığı ərazilərdə əsasən qırmızı qonur torpaqlar üstünlük təşkil edir. Əslində burada qəhvəyi torpaqlar üstünlük təşkil edəcək. 6. Bu iqlim tipinə yalnız bir materikdə rast gəlinmir. Bəli, o da Antarktida materikidir. A variantını götürdük. 13. Keçid iqlim qurşaqlarına aid olan xüsusiyyətləri müəyyən edin. 1. Öz hava kütlələri mövcud deyil və tiplərə bölünmürlər. Bəli, öz hava kütlələri mövcud deyil, amma tiplərə bölünmürlər fikri səhvdir. Subtropik iqlim qurşağı keçid iqlim qurşağıdır və 4 dənə tipə bölünür. Deməli, birinci fikir səhv fikirdir. 2. Avrasiya materikində həmsərhəddirlər. Avrasiya materikində subtropik iqlim qurşağı və subekvatorial iqlim qurşağı həqiqətən də həmsərhəddir. Bu fikir doğrudur. Deməli, 2, 3. Şimal yarımkürəsində yağıntıların illik paylanmasında qeyri-bərabərlik müşahidə edilir. Bəli, həqiqətən də belədir. 3 də doğrudur. 4-də nə qeyd olunur bəs? Şimali Amerikanın Cənubi Amerikanın isə şimal ucqar nöqtələri yerləşir. Şimal Amerikanın cənubu və Cənubi Amerikanın şimalı düşür subekvatorial iqlim qurşağına. Yəni subekvatorial da keçiddir. Deməli, bu fikir doğru fikirdir. Cavab oldu C variantı. 14-cü suala baxaq. Qarda və İnari gölləri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Qarda gölü yerləşir İtaliyada, İnari gölü yerləşir Finlandiyada. Ümumi xüsusiyyətlər tələb olunacaq. Birə baxıram, inkişaf etmiş ölkələrin ərazisində yerləşirlər. Hər iki ölkə inkişaf etmiş ölkə kimi sayılır. Ona görə bu fikir ortaqdır. Vulkanik mənşəli göllərdir. Xeyr, İnari buzlaq mənşəlidir. Hündür dağ gölləridir. Hündür dağ gölləridir. Xeyr, bu da ortaq xüsusiyyət kimi götürülmür. Yerləşdiyi ölkələr Avropa İttifaqına üzv ölkələrdir. Belə həm İtaliya, həm də Finlandiyanı götürə bilirik. Yerləşdiyi ölkələrin ərazisinin çox hissəsi əsas iqlim qurşağına uyğun gəlir. Bu da uyğun gəlməyəcək. Misal, Qarda gölü yerləşir İtaliyada.
İtaliyanın ərazisinin böyük bir hissəsi düşür subtropik iqlim qurşağına. Subtropik iqlim qurşağıda keçiddir, əsas deyil, amma bu fikirdə deyir ki, əsas iqlim qurşaqları düşür. Deməli 5 də səhvdir. Axarlı göllərdir, bəli, hər ikisi şirin sulu göllərdir. Növbəti sual 15-ci sual. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi təbii vilayət üçün düzgün fikirləri müəyyən edin. Burada biz həmin əraziyə baxanda yağıntının miqdarı 1402 mm-dir və yağıntılar əsasən qışda sentyabr, payız və qış ilin deyək ki, soyuq dövrlərində daha çox düşür, yayı quraq keçir. Bu Lənkərana aid olan bir iqlim qrafikidir və həmin ərazilər üçün, daha doğrusu Lənkəranın yerləşdiyi təbii vilayət üçün uyğun olan məlumatları biz seçməliyik. 1. Yağıntıları bərabər paylanan mülayim isti iqlim yarımtipi yayılmışdır. Bəli, Talış dağlarının ətəklərində bu iqlim tipinə rast gəlinir. Bir doğrudur. 2. Suvarma şəraitində əkinçilik həyata keçirilir. Bəli, biz iqlim qrafikinə baxanda görürük ki, il ərzində yağıntıların paylanmasında fərqliliklər müşahidə olunur. Yayda hava quraq keçdiyinə görə suvarma tələb olunur. 2 doğrudur. Aha. Deməli, burada 3-də nə deyir? Alp və subalp çəmən landşaftları yayılmışdır. Xeyr. Burada olan landşaftlar belədir. Deməli, düzən meşə, sonra dağ meşə, quru dağ çölləri və ən sonda dağ kserofit bitkilər. Burada subalp və alp yoxdur. 3 ola bilməz. 4. Dağ meşələri dağ çöllərindən daha yuxarıda yerləşir. Dağ meşələri dağ çöllərinə düzən meşə gəlir, sonra dağ meşə, sonra dağ çölləri. Dağ çölləri burada dağ meşələrindən daha yuxarıda gəlir. Bu fikir səhv fikirdir. 4-ü də çıxırıq. 5-də qeyd olunur ki, tektonik qırılmalar boyunca termal və mineral su bulaqlar səthə çıxmışdır. Bəli. Doğru fikirdir. Növbəti sual 16-cı sualdır. Orta duzluluğa malik olan okean suyunun buxarlandırılmasından alınan duzun miqdarı. Ümumiyyətlə, orta duzluluğa malik okean suyunun 1 litr suyunda nə qədər duz var? 1 litr suyunda 35 promil duz var. Deyir ki, bu duzun miqdarı X su hövzəsinin eyni miqdarda suyunun buxarlandırılmasından alınan duzun miqdarından 2 dəfə çoxdur. Deməli, bu 35 o X su hövzəsinin duzundan 2 dəfə çoxdur. Onda X suyundakı duzun miqdarı bunun yarısı qədərdir. Yəni 17,5 promildir X su hövzəsində. İndi deyir ki, X hövzəsinin orta duzluğu ilə Qırmızı dənizin duzluğu arasındakı fərqi hesablayın. Qırmızı dənizdə 42 promildir. 42-dən çıxıram 17,5-i. Bu da eləyər 24,5 promil. Növbəti sualımız 17-ci sualdır. Cədvəllə bağlı bir sual deyir. Hansı məntəqələrdə 1 kub metr havada olan faktiki su buxarının miqdarının eyni olduğunu müəyyən edin. Burada deməli hesablama necə gedəcək? Faizləri qramlara vurub 100-ə bölməliyik. Hansı variantlarda eyni cavabı alsaq, onları biz götürəcəyik. Onlar da biri birincədədir. Birincidə 60-ı vuruq 24-ə bölürük 100-ə. Bu da eləyir 14,4 qram. Bir də üçüncüdə bunu qeyd eləmək olar. 40-ı vururuq 36-ya bölürük 100-ə. Bu da eləyir 14,4 qram. Cavab 1-lə 3. A variantı. 18-ci suala baxıram. Xəritə sxemdə təsvir verilmiş çaya aid olan əlamətləri müəyyən edin. Deməli, bu çay Xuanxe çayıdır. Çin ərazisindən axan Xuanxe çayı. Buna aid olan məlumatları götürməliyik. 1. Mənbəyi Tibetin şərq hissəsində yerləşir. Bəli, Tibetin şərqində yerləşir. 2. Orta axarlarında gillə süxurlarla örtülü olan Lios yaylasından keçdiyindən bu süxurlar çayın suyuna sarı rəng verir. Bəli, bu da doğru fikirdir. 3. Üzərində üçdərə SES inşa edilmişdir. Üçdərə su elektrik stansiyası yansızdır çayın üzərindədir. Bu fikir səhv fikirdir. 4. Vadisində əhali sıx məskunlaşmışdır. Bəli, həqiqətən də orada əhali sıx məskunlaşıb. Cavab olur D variantı. 19-cu sual. Kolumbiya və Missouri çaylarını birləşdirən ümumi xüsusiyyət nədir? Stoplayıcı hövzəsi bütövlükdə seismik qurşaqda yerləşir. Xeyr. Missouri-nin keçdiyi ərazilər platforma. Mənsəbinin yerləşdiyi
okeanın sahəsi fasiləsiz olaraq genişlənir. Məsələn, Kolumbiya çayı tökülür Sakit okeana. Sakit okeanın da sahəsi genişlənmir. Səhv fikirdir. Mənbəyi Qayalı dağlarda yerləşir. Bəli, bu fikir hər ikisinə aid olan fikirdir, ortaq xüsusiyyətdir. 20-ci sual. Xəzərin Azərbaycan sektorundan şimalda yerləşən coğrafi obyektlərini seçin. A-da Buzlaçı yarımadası, Ağraxan yarımadası qeyd olunub. Aqrutинskada. Aqrutинskada yerləşir Türkmənistanda. O da Xəzərin cənub hissəsinə uyğun gəlir. Deməli, A variantı olmaz. Çeçen adası, Buzaçi və Çələkan yarımadası. Çələkan yarımadası Türkmənistan tərəfdə, yəni cənubdadır. Kulalı, Miyanqala. Miyanqala yarımadası İrandadır. Olmaz. Çələkan yarımadasını yenə çıxırıq. E variantı Ağraxan yarımadası Rusiyada, Qızlar körfəzi Rusiyada, Durnev adası da Qazaxıstan tərəf. Yəni hər üçü də şimaldadır. Cavabımız E variantıdır. 21-ci sual. Burada deyir A ölkəsində əhalinin sayı 17 milyon nəfər, hər 1000 nəfərə düşən doğulanların sayı 4 nəfər, ölənlərin sayı isə 8 nəfər olmuşdur. Artıq buradan məlumdur ki, ölkədə əhalinin sayında azalma baş verib. Çünki doğulanlar 1000-ə 4 nəfər olub, ölənlər 1000-ə 8 nəfər. Onda ümumi azalanların sayı neçə oldu? 1000-ə 4 nəfər azalma baş verdi. Yazırıq 1000 nəfərə 4 nəfər azalırsa 17 milyon nəfərə x nəfər azalmış olar. Buradan da x bərabər deyir. 17 milyonu 4-ə vurub 1000-ə bölmək lazımdır. Bu da eləyər 68 min nəfər. 68 min nəfər tapdıq. İndi ölkədə elə bil ki 68 min nəfər azaldı. Neçə nəfər əhali qaldı? Yazarıq 17 milyon çıxılsın 68 min nəfər. O da bərabərdir. 16 milyon 932 min nəfər. Deməli, bu qədər əhali qaldı. 16 milyon 932 min nəfər. İndi, amma bu qədər qalmalıydı, amma bu qədər qalmayıb. Sualın şərtinə deyir ki, əhali olub 17,2 milyon nəfərə çatmışdır. Deməli, əhali artıb. Əhalinin artmağın səbəbi də təbii artım olmayıb, mexaniki artım olub. Deməli, kənar ölkələrdən, digər ölkələrdən əhali gəlib burada məskunlaşıb və əhalinin sayının artmasına səbəb olmuşdur. Deyir, ölkəyə gələn miqrantların sayını hesablayın. Onda nə etmək lazımdır? 17,2 milyondan 16 milyon 932 min nəfər çıxmaq lazımdır. O da eləyər, deməli, 268 min nəfər. Yəni B variantı. 22-ci sual. Qonur dağ meşə torpaqlarının yayıldığı çay hövzələrini müəyyən edin. Qonur dağ meşə torpaqları, burada bizim Azərbaycanın torpaq xəritəsinə baxmaq lazımdır. Həqiqətən də torpaq xəritəsinə baxanda orada Tərtər çayın, Göyçayın və Qusar çayın keçdiyi ərazilərdə qonur dağ meşə torpaqlarının yayıldığını görmək olar. A variantını götürürük. 23-cü sual. A və B məntəqələrinin yerləşdiyi ərazilər üçün ümumi xüsusiyyətləri müəyyən edin. Onların yerləşdiyi ərazilərə birinci baxaq. B buradadır, A da buradadır. Onların biri yerləşir Atlantik okeanı tərəfdə, təxminən Atlantik sahili ovalıqda. Digəri yerləşir Sakit okean tərəfdə, hətta Böyük Çin düzənliyi tərəfləri demək olar. Və hər ikisinin yerləşdiyi ərazi subtropik iqlim qurşağının musson tipinə aiddir. İndi baxaq. Bizdən ortağı soruşur, ümumi xüsusiyyətlər soruşur. Bəli. 1. Keçid iqlim qurşağına musson iqlimi səciyyəvidir. İqlim tipi. Doğru fikirdir. Subtropik musson. Yağıntıların əsas hissəsi ilin soyuq dövründə düşür. Bilirik ki, musson tipində ümumiyyətlə yağıntılar əsasən yayda düşür. Soyuq dövrdə düşmür. 2 səhvdir. İndi 3-ə baxaq. Sarı və qırmızı torpaqlara rast gəlinir. Bəli, doğrudur. 4-cüdə deyir, dəyişkən rütubətli meşələr təbii zonası formalaşmışdır. Bəli, havanın il ərzində temperatur rejiminin dəyişməsi dəyişkən rütubətli meşələr təbii zonasının yaranmasına səbəb olmuşdur. 4-cü fikir doğru fikirdir. 5. Platformanın qalxan sahələrinə uyğun gəlir. Xeyr, bura qalxmış ərazilər hesab olunmur. 6-da deyir, bu ərazilərdə yayılmış torpaqlara Avstraliya materikində rast gəlinmir. Bu da deməli səhv fikirdir. Növbəti deməli subtropik çünki subtropikə Avstraliya materikində də rast gəlirik. 24-cü sual. Şəkil sıxımda Talaş dağlarında mövcud olan azonal
landşaft tiplərinin hündürlüyə doğru dəyişməsi verilmişdir. Hansı landşaft tiplərinin yerini dəyişsək, doğru ardıcıllıq müəyyən olunur. Bura Talış ərazisi üçün, Talış dağları üçün uyğun gələn landşaftlardır. Burada belə olmalıdır ardıcıllıq. Düzən meşə, sonra dağ meşə, sonra olacaq deməli quru dağ çölləri, axırda dağ ksorofit. Düzən meşə yerindədir. Amma burada dağ meşə olmalı idi. Burada quru dağ çölləri qeyd olunub. Onda 2 ilə 3-ün yerini dəyişsək, cavabımız olacaq doğru. 2 və 3. 25-ci sual. Bərpa olunan təbii ehtiyatlara aid deyil. Təbii ki, fosforitlər. 26-cı suala baxıram. Qeyd olunur ki, Qarabağ fiziki coğrafi rayonuna aid olan xüsusiyyətləri müəyyən edin. 1. Arazboyu və Gəncə fiziki coğrafi rayonları ilə həmsərhəddir. Bəli, şimaldan deməli Gəncə, cənubdan Arazboyu fiziki rayonlarına həmsərhədliyi var. Doğrudur. 2. Mülayim isti və soyuq iqlim tiplərinə rast gəlinir. Bəli, həmin ərazidə həm mülayim isti iqlim, həm də soyuq iqlim tiplərinə rast gəlinir. Bu da doğru fikirdir. 3. Xarici ölkə ilə həmsərhəd deyil, amma əslində Qarabağ fiziki coğrafi rayonu Ermənistanla həmsərhəddir. Yəni, xarici ölkə ilə sərhədliyi var. Bu fikir səhvdir. 3-ü cavabda götürmürük. 4. Kəlbəcər və Şuşa şəhərləri burada yerləşir. Tamamilə doğrudur. Həm Kəlbəcər, həm də Şuşa şəhərinə burada rast gəlinir. Ərazisində Sərsəng və Xudafərin su anbarları yerləşir. Xudafərin su anbarları daha cənubda qalır. Doğru deyil. Bərdə və Ağcabədi inzibati rayonları yerləşir. Ağcabədi daha şərqdədir. Orada yerləşmir. 6-da səhvdir. Cavab olacaq 1, 2 və 4. Növbəti sualımıza baxaq. Növbəti sualda qeyd olunur ki, Afrikanın monarxiya idarəetmə formasına malik olan ölkələri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Demək, konstitusiyalı monarxiyalardır. Bəli, burada ümumiyyətlə monarxiya idarəetmə formasına aid olan ölkələr hansılardır? Mərakeş, Lesotho, Svaziland. Bunlar həm də konstitusiyalı monarxiya ölkələridir. Demək, bir doğrudur. Bir doğrudur. Daha sonra qeyd olunur ki, materik-daxili mövqeyə malikdirlər. Məsələn, Mərakeş materik-daxili mövqeyə malik deyil. Ona görə 2 səhvdir. 3. Əhalinin əksər hissəsi Niger, Kordofon. Artıq cavab məlumdur. B variantıdır. Deməli, burada 5-i götürəcək. Mülayim işıqlanma qurşağında yerləşirlər. Bəli, hər 3 ölkə üçü də mülayim işıqlanma qurşağındadır. Unitar inzibati ərazi quruluşuna malikdir. Tamamilə doğrudur. Bu da üçüncü aid olan bir məlumatdır. Cavab oldu 1, 5 və 6. Növbəti sualımız 28-ci sualdır. Gəlin suala baxaq. Sualda qeyd olunur ki, xəritə verilmiş inzibati rayonlar üçün doğru fikirləri müəyyən edin. Deməli, xəritə verilmişdir. Xəritədə bizim rayonlarımız qeyd olunub. Görək hansı məlumatları biz buradan əldə edə bilərik. Deməli, baxaq bir-bir rayonlara. Deməli, 1-i götürəcək burada Daşkəsən. 2-ni burada veriblər. 2 Tovuz. 3 Ağstafa. 4 Gədəbəy. 5 Şəmkir. 6 da Qazax. İndi baxaq. Bizdən nə soruşur? Doğru fikirlər soruşur. 2, 3 və 6 rəqəmləri ilə göstərilən inzibati rayonlarda mülayim isti, soyuq, yarım səhra və quru çöl iqlim tiplərinə rast gəlinir. Xeyr, burada məsələn Ağstafada soyuq iqlim tipi yoxdur. Bu fikir səhvdir. 1 ola bilməz. B getdi, G getdi. 2-yə baxaq. 1, 4 və 5 rəqəmləri ilə göstərilən inzibati rayonlar eyni iqtisadi rayonun tərkibinə daxildir. 1, 4, 5. 1 haradır? 1 Daşkəsəndir. 4 Gədəbəydir. 5-dəki Şəmkirdir.
Daşkəsənlə Gədəbəylə ikisi də fərqli iqtisadi rayona düşür. Biri Gəncə Daşkəsən, digəri isə Qazax Tovuz. 2 də səhvdir. İndi deməli cavabımız ya 3 olmalıdır, ya da 4 olmalıdır. 3-ə baxıram. 5 və 6 rəqəmləri ilə göstərilən inzibati rayonlar 2 tektonik zonada yerləşir. 5 və 6. Deməli bizdən Şəmkirlə Qazaxı hər 2 dənə tektonik zonaya düşdüyünü deyir. Bəli, bunların deməli həm Kür tektonik çökməsi, həm də Kiçik Qafqaz tektonik qalxmasına düşür. Əslində bu fikir doğru fikirdir. Bəs 4-də nə qeyd olunur? Hər bir inzibati rayon daxilində yalnız bir şəhər mövcuddur. Xeyr. Tovuzda misal əlavə Qovlar şəhəri var. Bu fikir səhvdir. Cavabımız olur yalnız 3-cü. C variantı. Ekstremal təbii şəraitdə yerləşən şəhərləri seçin. Vancouver, Santiago, Buenos Aires. Burada misal Buenos Airesdə ekstremal şərait yoxdur. Dehli, Madrid, Mogadishu. Madriddə də elə bir problem yoxdur. Oslo, Vilnius, Şanxay. Oslo Norveçin paytaxtıdır, təmiz şəhərdir. Elə bir ekstremal, elə də bir soyuq hava yoxdur. Manila, Wellington, Hanoy. Hanoydur, Maniladır. Bunlarda da ekstremal bir təbii şərait yoxdur. La Paz, Reykjavik, Ulan-Bator. Deməli, La Paz bilirik ki, çox yüksək bir şəhərdir, yüksəklikdə yerləşən bir şəhərdir. Reykjavik, İslandiyanın paytaxtı, soyuq ərazidə yerləşir. Ulan-Bator da ki, deməli, Monqolistanın paytaxtı mülayimin kontinental tipində yerləşən bir ərazidir. Bunların hər üçündə ekstremal təbii şəraitə malik olan ərazi kimi götürmək olar. İranla həmsərhəd olub, lakin fərqli iqtisadi rayonlara aid olan inzibati rayonlar. A. Lənkəran, Füzuli. Lənkəran ümumiyyətlə İranla sərhəddə yerləşmir. B. Cəbrayıl ilə Zəngilan. Hər ikisi eyni iqtisadi rayondadır. Ağcabədi, Beyləqan. Ağcabədi İranla sərhəddə deyil. Masallı, İmişli. Masallı düşmür İranla sərhəddə. Cəlilabad, Biləsuvar. Deməli, Biləsuvar götürürük Şirvan, Salyan. Cəlilabadı götürürük Lənkəran, Astara. Fərqli iqtisadi rayonlardır. Növbəti sualımız olacaq. Deməli, neçənci sualdır? 31-ci sual. Deməli, sualda qeyd olunur ki, xəritə sxemə və Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Tamam. Yəni, ilk növbədə görə bu ölkələr hansı ölkələrdir? Deməli, A İspaniyadır, B Almaniya, C-dəki Macaristan. Deməli, 2-də bunların ortaq xüsusiyyətləridir. 3 A-la C-nin ortaq xüsusiyyətidir. 4-də B ilə C-nin ortaq xüsusiyyətidir. Baxaq birinci görək nə qeyd olunub. Avropa İttifaqı və NATO təşkilatına üzv ölkələrdir. Almaniya, İspaniya və Macaristan. Bu, hər üç ölkə aiddir. Ona görə də biri verəcəyik oxşara. Deməli, 2-yə uyğun gəldi 1. 2-də nə qeyd olunur? Əhalisinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Bu fikir aid olacaq, deməli, ikincini verdik hara? Bunu saxlayaq bir dəqiqə burada. Əhalinin əksər hissəsi bunu təmizləyim. Bəs burada birinci məntiqi qeyd olunmuyor. Biri görmədim. Paytaxtı okean və dəniz sahilində yerləşmir. 3. Burada heç birində yerləşmir əslində. Nə İspaniyada yerləşmir, nə Almaniyada yerləşmir, nə də Macaristanda okean sahilində yerləşmir. Bu fikirdə oxşar kimi götürmək olar. Deməli, üçüncünü də verdik 2-yə. 2-yə getdi 1-lə 3. Daha sonra 4-ə baxaq. Slavyan dilli xalqların üstünlük təşkil etdiyi ölkələrlə həmsərhəddirlər. Slavyan dilli. Burada deməli götürmək olar. Hansı ölkələri? İspaniyanı götürmək olmaz. İspaniyanın qonşu ölkələri biri Fransadır, biri də Portuqaliyadır. Yəni, burada İspaniyanı götürmək olmaz. Amma həm Almaniyanı, həm də biz Macaristanı götürə bilərik. Götürəcək, deməli, 4-ə uyğun verəcək 4-ü. 4-də 4 gedəcək. 4. 5 bəs nədir? G20 ölkələrindən hesab olunmur.
5 G20 ölkələrinə hesab olunmur. Deməli, ora vermək olar. İspaniyanı vermək olar. Bir də ki, Macarıstanı vermək olar. İspaniya, Macarıstan. 5-ə 5 verdik. Yox, 5-ə 5 vermədik. 3-ə 5. 3-ə də 5 uyğundur. Burada prosta birinci məntəqə yoxdur. Birinci məntəqə nədir? Yəqin ki, birinci məntəqə burada A ilə B-nin ortasında qeyd olunmalı idi, amma yoxdur. Yəqin ki, orada İspaniya ilə Almaniyanın oxşar xüsusiyyəti kimi birinci məntəqəni qeyd etmək lazım idi. Orada əhalinin əksər hissəsi Hind-Avropa dil ailəsinə uyğun gəlir. Bu fikir uyğun gəlir. Həm Almaniya, həm də İspaniya üçün uyğun xüsusiyyətdir. Bunlar Hind-Avropa dil ailəsinə uyğun gəlir. Amma Macarıstanda isə Fin-Uqur, Finlər, Estonlar, Macarlar ona aiddir. Cavab olacaq burada deməli 2-də, 1-də deməli 2, 2-də 1, 3, 3-də 5, 4-də 4. D variantı uyğun gələcək. Növbəti sualımıza baxaq. Avstraliya ittifaqına aid olan iri dəniz limanlarını müəyyən edin. A. Port Hedland, Dampier, Newcastle. A variantdakı yerləşən limanlar Avstraliyaya aid olanlardır. Növbəti Santos Tubaran var burada. Misal B-də Santos Braziliyadadır. Richards Bay Cardadır. Belə. Növbəti sual 33-cü sualdır. İqtisadiyyatın ikinci sektoruna aid olan təsərrüfat sahələrini müəyyən edin. A variantında daş kömür hasilatı, hasilat olmaz. Metallurgiya, konserv sənayesi, pambıq parça istehsalı, bunu saxlayaq. C-də nəqliyyat, turizm olmaz. D-də polineft hasilatı, yenə hasilat var, hasilat olmaz. E variantı bank xidmətini götürməliyik. Cavab olacaq metallurgiya, konserv sənayesi və pambıq parça istehsalı. Yəni B variantı. Növbəti sualımıza baxaq. Qarabağ iqtisadi rayonuna aid olmayan xüsusiyyətləri seçin. Gəlin seçək. Deməli, 1. İnzibati rayonların sayı şəhərlərin sayından daha çoxdur. Yox, Qarabağ iqtisadi rayonunda inzibati rayonların sayı şəhərlərin sayından çox deyil. Bu fikir səhv fikirdir. Bizdən elə doğru olmayanlar soruşur. Deməli, biri götürəcək. 2. Mərmər, gil və neft ehtiyatlarına malikdir. Bəli, burada həm mərmər, həm gil, həm də neft ehtiyatları var. Ona görə 2 doğru fikirdir, amma bizdən doğru olmayanları soruşur. 3. Ərazisindən Köndələn çay, Tərtər çay və Həkəri çayları axır. Deməli, Köndələn çay, Tərtər çay və Həkəri. Həkəri çayı cənuba doğru axır, yəni oradan keçmir. 3 də səhv fikirdir, götürəcək. Bizdən də doğru olmayanları soruşur. 4. Beynəlxalq hava limanı fəaliyyət göstərir. Doğru fikirdir, amma sualımızın cavabında olmaz. Sahəsinə görə yalnız Şəki-Zaqatala iqtisadi rayonuna geri qalır. Yox. Qarabağ iqtisadi rayonu Şəki-Zaqataladan daha böyükdür. 5 səhv fikirdir. Bizdən də səhvləri soruşurdu. Cavab olar 1, 3 və 5. Növbəti sual 35-ci sualdır. Deməli, burada qeyd olunur ki, Respublikamızın kənd təsərrüfatı ilə bağlı doğru olan fikirləri müəyyən edin. 1. Alçaq dağlıq və dağətəyi rayonlarda yazlıq taxıl əkinləri üstündür. Bəli, bu doğru fikirdir. Bizdən doğruları soruşur, biri götürürük. 2. Yığılan taxıl məhsullarının çox hissəsi heyvandarlıq və quşçuluqda yem məqsədilə istifadə olunur. Bəli, həqiqətən də ölkəmizdə taxıl məhsullarının çox hissəsi heyvandarlıqda və quşçuluqda yem məqsədilə istifadə olunur və bu səbəbdən də demək olar ki, taxıl məhsulları yerli tələbatı ödəmir. 2 də doğru fikirdir. 3-də maldarlıq əsasən yay və qış otaqlarına meyl edir. Bu fikir səhv fikirdir. Bunu götürməyəcək cavabda. Deməli, alçaq dağlıq ərazilərdə torpaqların şuranlaşması intensiv gedir. Bu da düzgün variant deyil. Naxçıvan düzənliklərində qışın sərt keçməsi orada soyuğa davamlı qoyun cinslərinin yetişdirilməsini tələb edir. Bəli, 5 də doğru fikirdir. 6-da Gəncə Qazax düzü qərzəkli meyvəsilə ixtisaslaşmışdır. Xeyr, səhv fikirdir. Deməli, 1, 2, 5 cavab olacaq Y variantı.
36-cı sual. Qəhvə istehsalına görə fərqlənən Asiya ölkələrindən baxaq. Burada deməli Vyetnam, Hindistan, İndoneziya ilə bunların üçü də qəhvə istehsalına görə fərqlənən Asiya ölkələridir. İsrail, Livan olmaz. Şri-Lanka, Vyetnam, Butan olmaz. Çin, Əfqanistan olmaz. Suriya, Malayziya, Türkmənistan olmaz. A variantı. Respublikamızın sənayesi ilə bağlı doğru fikirləri müəyyən edin. 1. Gəncə alüminium oksid istehsal edir. Bəli, doğru fikirdir. 2. Gəncə bir olmayanları çıxaq. Cavab qalır ya 1-4 ya da 1-5. 4-də deyir, ağır sənayenin əsas müəssisələri ölkəmizin cənub rayonlarında cəmlənmişdir. Yox, bu doğru fikir deyil. Cənub rayonlarında cəmlənməyib. 5. Respublikamızın sayəsində görə ən kiçik iqtisadi rayonu sənaye məhsulları istehsalına payına görə ölkəmizdə birincidir. Bakıdan söhbət gedir. Həqiqətən də belədir. Doğru fikirdir. Cavablar 1-5. 38. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. Türk dünyasına aid olan Türk qurumlarının xəritəsinə aid olan, daha doğrusu belə bir sual var. Bunlar olacaq deməli 2-də Tataristan, 3-də Başqırdistan, 1-də Çuvaşiya. Baxaq, 1 Çuvaş, 2 Tataristan, 3 Xakasiya. Bu səhvdir. 1 Çuvaş, 2 Başqırdistan, o da səhvdir. Kabarda-Balkar olmaz. 1 Çuvaş, 2 Tataristan, 3 Başqırdistan. Y variantı. Neftlə daha çox çirklənməyə məruz qalmış su hövzələri. A. Uedel dənizi var, olmaz. B. Xəzər dənizi, İran və Anadolu körfəzi olmaz. Meksika körfəzi, Şimal və Karib dənizləri olar. Həmin ərazilərdə neft həqiqətən də daha çox çıxarılır. Aralıq dənizi, Biskay körfəzi, direkt boğazı olmaz. Baltik, Ros dənizi olmaz. Cavab olar C variantı. Deməli, bu suala baxaq. Burada xəritə sxemə əsasən iqtisadi rayonların əhalisinin sayının azalmasına görə sırası müəyyən olması tələb olunur. Deməli, burada hansı iqtisadi rayonlardan söhbət gedir? 1. Qazax Tovuzdur. 2. Mərkəzi Arandır. 3. Quba Xaçmaz. 4. Milmuğan. Azalan sırasına görə deyir, azalmasına görə deyir, sıralayın. Deməli, ən çox burada olacaq Mərkəzi Aranda 2. Sonra birinci məntəqəmiz Qazax Tovuz. Daha sonra Quba Xaçmaz və ən sonda Milmuğan. D variantı olacaq cavabımız. Bu qədər.